Zeekr 2026-cı ilin birinci yarısında yeni flagman hibrid crossover olan 8X-in satışa çıxarılacağını təsdiqləyib. Şirkət 5 yanvar tarixində rəsmi olaraq elan etdi ki, yeni crossover Zeekr 8X adlanacaq və yüksək performanslı flagman SUV kimi mövqələndiriləcək. Mövcud məlumatlara görə avtomobilin start qiymətinin təxminən $61.500 olacağı gözlənilir. Müqayisə üçün Zeekr 9X modelinin qiyməti $66.600 başlayır. Avtomobil SEA Sustainable Experience Architecture platformasında qurulub və 900 voltluq arxitektura Huahan AI rəqəmsal şassisi ilə təchiz ediləcəyi gözlənilir. Güc qurğusu Zeekr 9X-da olduğu kimi plug-in hibrid tipindədir. Bura 3 elektrikli mühərrik və 6C ultra sürətli doldurmanı dəstəkləyən batareya daxildir. Huahan AI rəqəmsal şassisi sayəsində avtomobil hətta ekstremal vəziyyətlərdə, məsələn, saatda 120 km sürətlə yaş və sürüşkən yolda gedərkən eyni anda iki təkəri partlasa belə təhlükəsiz və stabil şəkildə dayana bilir. Sistem yolsuzluq şəraitində 7 növ ərazini, dərin qar, palçıq, qum, daş və s. avtomatik tanıya bilir və intellektual olaraq müvafiq hərəkət rejimini seçir. Xarici görünüş baxımından Zeekr 8X böyük ölçüdə Zeekr 9X-in dizaynını qoruyub saxlayır. Lakin yan tərəfdən baxdıqda 8X-in ənənəvi qapı tutacaqları, parlaq qara diskləri və qırmızı əyləc supportları ilə təchiz olunduğu görünür. Ölçülər 9X-dan bir qədər kiçikdir. Uzunluğu təxminən 5,1 metr, təkər bazasının isə təxminən 3,1 metr olacağı gözlənilir. İnteryer 5, 6 və 7 yerli konfiqurasiyalarda təklif oluna bilər. Avtomobilin damında lidar sensoru quraşdırılıb. Komplektasiyalardan asılı olaraq avtomobil 3-cü səviyyə avtonomluğa uyğun gələn Huahan H7 və H9 qabaqcıl sürücü yardım sistemləri ilə təchiz ediləcək. Huahan H7 sistemi 700 TOPS hesablama gücünə malik Nvidia Drive Thor-U çipi ilə, H9 versiyası isə eyni anda 2 belə çiplə təchiz olunub. Elektromobillər dünyasından ən son xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olmağı və şərh yazmağı da unutmayın. Bəs sizin yeni Zeekr 8X xoşunuza gəldimi?